bizi izləyicilərimizi salamlayıram. Mən beynəlxalq hüquq eksperti olaraq hüquq üzrə fəlsəfə doktoru ARHD AS saytının rəhbəri Strasbourg məhkəməsinin qarşısında öz fikirlərimi, öz bəyanatımı sizlərlə bölüşmək istəyirəm. Gözəl Azərbaycan xalqım, Azərbaycan Respublikasının dırnaq arasında olan çox təəssüflər ki, özlərini bloger kimi, jurnalist kimi, siyasətçi kimi qələmə verən bəzi bu şəxslər Azərbaycan Respublikasının vətəndaşı olaraq Avropa ölkəsinə gələrək, burada gizlənərək sosial şəbəkələrdən Azərbaycanımızı, xalqımızı, dövlətimizi təhqir edirlər. Bəli, onları da öyrədən var. Onları da maliyyələşdirən burada var. Avropada bir su 2 euro 50 centdir. Bunlar hardan pul əldə etdilər ki, bunlar Avropada neçə illərdir yaşayaraq və sosial şəbəkələrdən də Azərbaycan dövlətimizi təhqir edirlər. Mən bir hüquq eksperti olaraq öz təşəkkürümü bildirirəm Azərbaycan Respublikasının baş prokurorluğuna. Baş prokurorluq düz ittiham irəli sürüb. Bu şəxslərlə bağlı olaraq Qabil Məmmədov, Tural Sadıqov, Elşad Məmmədov, Məhəmməd Mirzəli, İlqar Hacıyev, Manav, Orxanla bağlı olaraq, Mehmanla bağlı olaraq bu şəxslər Baş Prokurorluq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ittiham sürülür. Və bugünkü günə qədər nə səbəbə, nəyə görə sual işarəsi, nəyə görə Interpol bunları, bu şəxsləri Azərbaycan dövlətinə təhvil vermir. Azərbaycan dövləti ilə beynəlxalq Interpolun əməkdaşlığı var. Bu əməkdaşlığı nəyə görə, nə səbəbə görə Interpol icra etmir? Bu cinayətkar şəbəkəni yerini bəlli etmək hasanddır. Onlar Azərbaycan Respublikamızın cinayət məcəlləsi ilə bəzi maddələri ilə təqsirləndirərək məsuliyyətə cəlb olunaraq və Baş Prokurorluq tərəfindən də ittiham irəli sürülüb. Ancaq bugünkü günə qədər bu şəxslər Azərbaycan dövlətinə təhvil verilmir. Nəyə görə, nə səbəbə görə? Ancaq istəyir Fransa, istəyir Avropa, bəzi dövlətlərində vətəndaşı Azərbaycan dövlətinə gəlibsə, hansısa cinayəti törədibsə, Azərbaycan dövlətinə o Interpol müraciət edirsə, dərhal Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları Interpolu o şəxsi taparaq, məsuliyyətə cəlb edərək təhvil verəcək. Beynəlxalq Interpola dərhal verəcək. Ancaq Avropanın Interpolu nəyə görə, nə səbəbə görə bu şəxslər, adları çəkdiyim şəxslər və s. şəxsləri bugünkü günə qədər Azərbaycan dövlətinə təhvil verilmir. Bu şəxslər fakt cinayət törətmiş şəxslərdir. Bu şəxslər cinayət törədərək Baş Prokurorluğumuz ittiham bu şəxslər barəsində ittiham irəli sürüb, rəsmi olaraq çağırış edib Azərbaycan dövlətinə, ancaq Baş Prokurorluğun çağırışına da önəm vermirlər, gəlmirlər. Bəli, bu şəxslər həqiqətən də sübuta yetirilmiş faktlara əsasən bu şəxslər cinayətkarlardır. Bu cinayətkarlar da yəqin ki Avropaya sərf edir ki, bu şəxslərlə əməkdaşlıq edərək maliyyə dəstəyi versinlər və Azərbaycan dövlətinin üzərinə sosial şəbəkələrdən qarayaxma ifadələri, qarayaxma kampaniyaları irəli sürsünlər. Azərbaycan dövlətimiz 44 günə
qalib gələn bir dövləti. Bəli, dövləti. Bugün şükürlər olsun ki, Xankəndində Azərbaycanımızın 3 rəngli müqəddəs bayrağımız dalğalanır. Bugün Şuşamız, Qarabağımız azad olunur. Cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsilə bu torpaqlar azad olundu. Cənab İlham Əliyevin siyasəti nəticəsində bu torpaqlar azad olunaraq Xankəndində bugün 3 rəngli müqəddəs bayrağımız dalğalanır. Bəli, Allah şəhidləri rəhmət etsin. Allah qazilərimizə, veteranlarımıza şəfa yetirsin. Təbii ki, 90-cı illərdə Azərbaycanın hərbisi yox idi. Niyə? Rəhbəri normal deyirdi. Rəhbər deyirdi. Ancaq 1993-cü ildə xalqın çağırışı ilə, xalqın xahişi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanı xilas etdi. Gəldi, rəhbər təyin olundu. Bugün də onun siyasətinin davamçısı Cənab Prezident İlham Əliyev Heydəroğludur. İlham Əliyev Heydəroğlu Qarabağımızı azad etdi. 30 ilə həsrətinə son qoyan şəxs İlham Əliyev Heydəroğludur. BMT 30 ildir ki, qətnaməni icra etmir. Nəyə görə icra etmir? Bugünkü günə qədər, bugünkü saata qədər, dəqiqəyə qədər, saniyə qədər. Niyə BMT 4 qətnaməni 30 ildir icra etmir? Azərbaycan dövlətimiz 44 gün ərzində öz torpaqlarını azad etdi. Torpaqlarımıza qovuşdu. Bugün dahi Ulu Öndər Heydər Əliyevin də ruhu şaddır ki, Şuşamız azad olunur. Bilirsiniz nətərdir? Hüquq faktı sevir. Hüquq düzgünlüyü sevir. Əsası sevir. Sözlə yox, sənətlə, faktla danışmaq lazımdır. Azərbaycan dövlətimizin bugün bütövlüyünü bərpa edən şəxs İlham Əliyev Heydəroğludur. Mən burada da səslənirəm. Interpola, Avropanın Interpolun əməkdaşlarına ki, Azərbaycan Respublikasının baş prokurorluğu tərəfindən ittiham irəli sürülmüş şəxslər, bu şəxslər saxlanaraq Azərbaycan dövlətinə təhvil verilməsini xahiş yox. Beynəlxalq Interpoldan xahiş etmirəm. Əmr edirəm ki, Azərbaycan dövləti də hüququ demokratik dövlətdir. Öz daxili qanunları var. Öz daxili qanunları da hər bir zaman əsaslı olur. Eşq olsun Azərbaycan dövlətimizə.